Hər il minlərlə tələbə müxtəlif ixtisaslar üzrə bakalavr və magistr diplomuna sahib olurlar. Onların arasında 1, 2, hətta 3-cü təhsilini alan da var. Bir çoxları isə 5 illik tədris müddətində 2 ixtisasa eyni anda sahib olurlar. Maraqlıdır, 2 fərqli diplomu olanlar işə düzələn zaman hansı diploma əsas götürülür? İşə götürən işçini işə qəbul edərkən işin xarakterinə uyğun olaraq ixtisas tələbi qoya bilər. Təbii ki, şəxsin bu istiqamətdə ixtisası varsa, ali təhsili varsa və yaxud da ki, işə götürənin tələbinə uyğun olaraq hər hansısa bir fərqli keyfiyyətlər varsa, o zaman işə götürənə təqdim edəcək və bunun əsasında da şəxslə əmək müqaviləsi bağlanacaq. Əmək müqaviləsinin şərtləri imkan verdiyi halda işçi əsas iş yeri ilə yanaşı əlavə iş yerlərində də əmək fəaliyyəti ilə məşğul ola bilər. Əgər iş vaxtından sonra əlavə iş yerində işləyirsə, bu zaman işə götürənin razılığı tələb olunmur. İş vaxtı ilə üst-üstə düşəcəyi halda, bu halda əsas iş yeri üzrə işə götürənin razılığı tələb olunur. Bu prosesə daha çox müəllimlik ixtisasında rast gəlinir. Belə ki, bakalavr təhsili zamanı ikili ixtisası bitirənlər və ya müxtəlif vaxtlarda fərqli fənləri tədris etmək hüququna sahib olanlar. Bəs bu şəxslər eyni anda hər iki sahə üzrə müəllim kimi işləyə bilərmi? Maraqlıdır. Bunun üçün ayrı-ayrılıqda 2 imtahan verilməlidir. Elə ixtisaslar var ki, yəni diplomda ikili ixtisasdır. Məsələn, bu Azərbaycan dili və ədəbiyyat müəllimliyidir, Rus dili və ədəbiyyat müəllimliyidir. Həmçinin bunun paralelində tarix və coğrafiya müəllimliyi, kimya və biologiya müəllimliyidir ki, burada artıq 2 ixtisasa şəxs sahib olur və təhsil müddəti 5 il olur. Digər bir məsələ isə şəxs, məsələn, tarix müəllimliyini bitirib, 3 ildən sonra, 5 ildən sonra o Azərbaycan dili və ədəbiyyat müəllimliyi və yaxud da ki, kimya müəllimliyi ixtisasına qəbul olur. Belə olan halda bunun artıq 2 diplomu oldu və 2 ixtisasa cavab vermiş olur. Bəs bu şəxs eyni halda hər 2 ixtisasdan MİQ imtahanında iştirak edə bilərmi? Yəni müəllimlərin işə qəbul imtahanında? Xeyr. Şəxs yalnız bir ixtisas üzrə MİQ imtahanına daxil olur və ən azı 3 il keçdikdən sonra isə digər fənn üzrə müəllimlərin işə qəbul imtahanında iştirak edə bilər. Mütəxəssislər bildirirlər ki, əgər müəllimin hər iki diplomu rəsmi şəkildə tanınırsa, məktəbin tədris yükü və ehtiyacları nəzərə alınmaqla hər iki fənni tədris edə bilər. Lakin bu yalnız həmin məktəb rəhbərliyinin qərarına əsasən həyata keçirilir. Asəf Zeynallı, Ələkbər Saleh, Emin Tağıyev, Telesəhər.